Nizami bəy, hansı məsələn konsultasiya olub ki, o sizə çox təsir edib və onu siz kitaba köçürmüsünüz? Konsultasiyalar arasında mənə çox təsir edənlər əlbəttə ki var, amma kitabda mən heç zaman qəbulumda olmuş insanların həyat hekayələrindən, şəxsi misallarından gətirmirəm. Düzdür, onlardan yazılı icazə alaraq bunu edə bilərəm. Azərbaycanda bəzi psixoloqlar ümumiyyətlə orada getmədən birbaşa verirlər. Hətta kitabları var, bəli, kitabları var. Mən bunu heç vaxt etmirəm, sevmirəm belə bir şey və etməyəcəm. Çünki bu həmin insanların həyatına necə təsir edə bilər, bir Allah bilir. Yəni çox təhlükəli yerlərə gedib çıxa bilər. Mən kitabda real həyat hadisələrini paylaşmışam. Amma konsultasiyadan yox, real həyatda görüb, müşahidə edib, eşidib, belə deyək də, hansısa məclisdə və yaxud da cəmiyyətimizdə baş vermiş hadisələr üzərindən götürüb oraya yazmışam. Amma ümumən bu günə qədər işlədiyim 11 mindən çox insandan yığdığım o misilsiz təcrübənin birlikdə əlavə edərək onun bir də ən incə məqamlarını insanlara ötürmüşəm, həqiqət və real olaraq. Kitabın özündə 20-yə yaxın real həyat hekayəsi var. 20-yə? Bəli, 20. Misal üçün, xına ilə bağlı, maliyyə problemlərlə bağlı, seksual məsələlərlə bağlı, orada misal bir kişinin hekayəsi var, real həyatdan götürmüşəm, amma konsultasiyadan deyil, qeyd edirəm. Bir kişinin hekayəsi var, o misal üçün tək qalmaqdan qorxurdu, bir qıza hə deyib və evlənib ondan və yoldaşı artıq onu sevir, deyir, səni sevirəm, bəs sən məni, deyir, yaxşı həyat yoldaşıyıq da. Belə-belə çox ağır situasiyalar var. Hamısı real hekayələrdir. Yəni kitabı mütləq oxuyub, belə deyək də, sona çatdıracaq, suallar cavab edəcək şəxslər çox şey qazanacaq. Yəni onlar mənəvi böyüyəcəklər? Bəli, mənəvi və psixoloji olaraq çox möhkəmlənəcəklər. Yəni siz deyirsiniz ki, əslində çəhrayı eynəyi çıxardın. Bəli. Həyatı olduğu kimi baxın. Həyatı olduğu kimi baxın, amma ümidlərinizi itirməyin. Ümidlərinizi itirməyin. Bəziləri çətin ki, o kitabı oxusun, partnyorunla, yəni başladığı yolu sona çatdırsın. Kitabın məqsədi o deyil ki, sizləri ayırım, amma hər şeydə bir xeyri var. Orada birlikdə oxuyaraq həm nişanlıq dövründə, həm evlilik dövründə münasibətlərini daha da sağlamlaşdıra bilərlər. Həm xanımlarımız lazımsız münasibətlərdən özlərini qoruya bilərlər. Ən azı münasibət daxilində lazımsız münasibətdən. Bəylərimiz də həmçinin həyatlarını puç etməyə bilərlər. Yəni ya gedişatda yaxşılaşdıracaqlar, ya da özlərini xilas edəcəklər. İkisi də yaxşı yoldur. Bəli.